Timoteyə 1-ci məktub. 4-cü fəsil. İmandan dönüş. Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar. Bu təlimlər yalançıların ikiyüzlülüyü ilə yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyatını itirmişdi. Bu yalançılar evlənməyi qadağan eləyir və bəzi yeməklərdən çəkindirirlər. Amma Allah bu yeməkləri iman eləyib, həqiqəti dərk eləyənlərin şükürlə qəbul eləməsi üçün yaradıb. Çünki Allahın yaratdığı hər şey yaxşıdır. Şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir. Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur. Məsihin yaxşı xidmətçisi. Bunları bacı-qardaşlara öyrətsən, imanın və əməl elədiyin yaxşı təlimatın sözləri ilə qidalanaraq, Məsih İsa'nın yaxşı bir xidmətçisi olarsan. Allahsız, axmaq, qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir. Bədən məşqinin az faydası olur. Möminlik isə hər şey üçün faydalıdır. Çünki bunda indi və gələcək üçün həyat vədi var. Bu söz etibarlıdır və tamamilə qəbul olunmağa layiq sözdür. Ona görə də biz zəhmət çəkir və mübarizə aparırıq. Çünki ümidimizi bütün insanların, xüsusən iman eləyənlərin xilaskarı, var olan Allaha bağlamışıq. Bunları buyur və öyrət. Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda, paklıqda imanlılara nümunə ol. Mən gəlincə müqəddəs yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol. Ağsaqqallar əllərini sənin üzərinə qoyanda, sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq eləmə. Bunların hamısına səy göstərərək özünü həsr elə ki, sənin inkişafın hamıya aşkar olsun. Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam elə. Çünki bunu eləməklə həm özünü, həm də səni dinləyənləri xilas eləyəcəksən.